Salam, hər vaxtınız xeyir, dəyərli şagirdlər. Bu gün mən sizə ağıllı uşağın nağılının izahını verəcəm. Ümumiyyətlə, mən verdiyim izahlardan qıraq, heç bir sualla qarşılaşmayacaqsınız. Nə demişəmsə imtahanda o düşəcək. Həmin bu izahlara qulaq asın. Onlayn, əyani dərslərimizdə mənim sizə işlətdiyim testləri yerinə yetirin. Evə verdiyim testləri yazın. Yəni o testlərdən çıxan səhvləri mənə deyin. Səhvlərdən nəticə çıxaraq səhvləri müzakirə edək. Yəni bununla belə siz gedib imtahanda zəif yazmağınız bir möcüzə olar. Həqiqətən deyirəm ki, mükəmməl nəticə əldə etmək istəyirsinizsə, mənim dediyim bütün hər şeyi eləməlisiniz. Ağıllı uşağın nağılı janr olaraq nağıl janrında yazılmışdı. Biri var idi, biri yox idi. Keçmiş zamanlarda bir xan var idi. Görürsüz, nağıl biri var, biri yox hissəsi ilə başlayır. Xan hər dəfə bir bəhanə eləyib yan yörədəki kəndləri, şəhərləri talan eləyir. Əhalinin var-yoxunu əlindən alır. Xan yaşadığı şəhərə bitişik bir kənd var idi. Oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş ağıllı qocalar xanın hiylələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər. Deməli, bizə imtahanda bu çox düşür. Oxuyanda deyirik, nağıldır da. Burada nə var ki? Hər şey çox rahatdır. Özüm oxuyub gedərəm. Amma çox xırdalıqlar düşür. Deməli, biz buradan nəticələr çıxartmalıyıq. Deməli, burada xan ilk dəfə hücumu deyildi. Dəfələrlə xan bir bəhanə ilə hücum eləyirdi. Deməli, biz buradan görə bilərik ki, xanın ora hücum eləməkdə bir qorxusu var idi. Birbaşa hücum eləmirdi. Yəni, bir bəhanə lazım idi ki, hücum eləsin. Və xanın şəhərinə, yaşadığı şəhərə bitişik bir kənd var idi. Xan şəhərdə yaşayırdı, ona bitişik bir kənd var idi ki, xan da oranı tutmaq istəyirdi. Deməli, oranı tutmaq çox çətin idi. Çünki kənddə dünya görmüş ağıllı qocalar xanın hiylələrinə hər dəfə cavab verir, onu məğlub edirdilər. Burada da qoca obrazı var idi və qoca obrazı ağıllı olaraq verilmişdi. Günlərin birində xan o adamlarını başına yığıb həmin kəndi tutmaq üçün tədbir istədi. Xanın baş məsləhətçisi dedi: "Nə qədər ki həmin kənddə ağıllı, dünya görmüş deyir adamlar var, oranı tutmaq çətin olacaq." Və bunu testlərdə məsləhətçi deyir, amma testlərdə bilirsiniz nə düşür? Vəzir düşür. Və uşaq buna diqqət eləmir. Vəzir yox, xanın məsləhətçisi bunu deyir ki, yəni biz həmin kəndi tuta bilməyəcəyik, çünki orada çox ağıllı, dünya görmüş adamlar var. Oranı tutmaq çətindir. Yaxşısı odur ki, bir bəhanə bir bəhanə ilə həmin qocaları aradan götürək. Sonrası asan olacaq. Xan bu təklifi bəyəndi. Elə həmin günü öz adamlarını yanına çağırıb tapşırıq verdi ki, nə təhər olur olsun gedib kəndin baş bilən adamlarını, qocalarını aldadıb bura gətirməlisiniz. Yəni burada aldadaraq qocaları gətirmək lazım olduğunu deyir. Hanım burada aldatmaq işarəsini işarələyim. Nə olursa gedib kəndin baş bilən adamlarını aldadıb. Xanın adamları hamısı eyni vaxtda kəndə dolaşıb hərəsi bir qocanın evinə getdilər. Bax, xanın adamlarının hamısı gedir və onların hərəsi də bir qocanın evinə yönəlir. Onlar hiyləyə əl atıb dedilər: "Bizim xanımız bir məsləhətdə bərk çətinliyə düşübdür. Güya ki, sizdən məsləhət almaq istəyir. Bir məsələdə sizinlə məsləhətləşmək istəyir. Ümidini sizə bağlayıb kömək istəyir. Yəni gedib bütün qocalara eyni yalanı danışırlar. Deyir, bircə günlüyə mənə məsləhət vermək üçün yanıma gəlsinlər və bir günlük istəyirlər. Qocaları bax, yarı zor, yarı xoş aparırlar. Bu testlərdə düşür. Sakit dur. Qocaları yarı zor, yarı xoş aparırlar. Yəni üzrlü sayın. Deməli, burada qocaların hamısı öz istəyi ilə getmirdi. Bu zor sözünü də yadda saxlayın. Düşürmü imtahana? Əlbəttə düşür. Xan qocaların gətirildiyini görüb əmr elədi ki, hamısını zindana saldılar. Deməli, gələn kimi qocaları zindana salırlar. Bir tərəfdən xan əmin kəndə getmək üçün atlı çağırdı. 3 alma verib dedi: "Baxın, deməli, alma məsələsini atlı ilə göndərir və biz buradakı alma məsələsini başqa hansı nağılda görmüşdük? Hansı? Dərzi şagird Əhmədin nağılında. Olduğum yeri tərk elədim, başqa bir məkana gəldim ki, burada rahat dərs izah edeyim, ora biraz səsli idi, istəmədim narahat olasınız. Bu almaların biri 1 illik, biri 2 illik, üçüncü isə 3 illik idi. Və burada alma məsələsi Əhmədin nağılında da var idi. Bu neçənci idi? Mənə yazın görüm. Əhmədin nağılında 3 dənə yəni şərt var idi. Biri at məsələsi idi, biri qız məsələsi idi, biri də alma məsələsi idi. Bəs buradakı alma məsələsi Əhmədin nağılında neçənci idi ki, sir?
O sirri mənə yazın. Almaları aparsan həmin kəndə cəmaatı meydana yığıb deyərsən ki, xan əmr eləyib ki, bunlar neçə illik olduğunu tapsınlar. Baxaq görək tapa bilirlərmi? Onlar 3 gün vaxt verir. Bax 3 gün. Əhməddə də 3 gün vaxt istəyirdi Şah Abbas. Tapa bilməsələr onda kəndi talan edəcəyim. Əgər bu sirri tapan olsa həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir. Həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun. Mən onu aşağıdan yuxarı baxım. Bilirəm ki, mən bu nağılı oxuduqca siz bilirsiniz nağılın mahiyyətini çoxları. Bilir ki, nədən söhbət gedir. Amma mən burada bunu oxumaqda məqsədim odur ki, buradakı xırdalıqları sizin nəzərinizə çatdırım. Siz də diqqət eləyəsiniz ki, burada hansı hissələrdən bizə sual düşə bilər. Yəni bilirsiniz deyə mən bunu bilirəm, qulaq asmayım, onsuz da yaza biləcəm. Elə bir şey yoxdur. Yəni qulaq asmalısınız mütləq. Çapar atlanıb xanın tapşırığını xəbər vermək üçün həmin kəndə gəldi. Bax burada xəbəri kim gətirir? Çapar. Cəmaatı bazar meydanına yığıb əhvalatı söylədi. Çapar almaları verib geri qayıtdı. Kəndin cəmaatı nə qədər fikirləşdi, almaların sirrini tapa bilmədi. Birinci kəndin cəmaatı fikirləşir. Bu kəndin qoca bir qarının Əhməd adlı balaca bir nəvəsi var idi. O çox ağıllı, qoçaq uşaq idi. Həmin gecə Əhməd səhərə kimi yata bilmədi. Çox fikirləşdi, suallara cavab tapa bilmədi. Axırda yadına düşdü ki, bu işdə böyüklərdən məsləhət almaq lazımdır. Və nənəsi demir, ha, get böyükdən məsləhət al. Özü bunu tapır. Nənəsindən xəbər aldı ki, kəndimizdə heç qoca ağıllı kişilərdən qalan var. Qarı deyir ki, bəli, kəndin kənarında bircə nəfər qoca var. Onun da orada qalmasının səbəbi yaşı yüzü ötübdü həmin qocanın. Və o həmçinin şikəstli olduğu üçün xanın adamları onu aparmayıblar. Şikəstli, qocadır, yaşı da çoxdur deyə aparmayıblar. Əhməd səhər tezdən durub həmin qocanın yanına getdi. Gördü bir dənə nurani kişidir. Saç, saqqalı da ağappaq, qar kimi. Gözləri amma tutulubdu. Qıçları da şikəst olub. Yəni bu qoca həm kor idi, həm şikəst idi, yerindən tərpənə bilmirdi. Əhməd ədəb ərkanla qocaya salam verdi, onun yanına məsləhətə gəldiyini söylədi. Qoca dedi, oğlum, məndən nə məsləhət istəyirsən? Əhməd xanın şərtlərini qocaya söyləyib ondan kömək istədi. Qoca əlini alnına qoyub bir qədər fikirləşdi. Və dərzi şərgirdi Əhməddə almanın sirrini Əhmədin özü tapırdısa, amma buradakı Əhməddə Əhməd gəlir qocadan soruşur, qoca deyir ona sirri. Sonra sualların cavabını necə tapmağı Əhmədə öyrətdi. Axırda dedi, oğul, bircə sirri mən bilmirəm, gərək onu özün tapasan. Deməli, baxın uşaqlar, bircə sirri bu demir. O da xanın hansı heyvanın xoşlamasıdır. Deməli, hansı heyvanı xoşlamasını qoca demir, Əhmədə deyir ki, bunu sən özün tapmalısan. Bunun üçün bircə çarə var. Gərək bir yolla xanın şəhərinə keçəsə, çox ehtiyatla, tədbirlə bu sirri öyrənsən. Yoldaşlar, deməli o hansı heyvanın xoşlamasını qoca bilmirdi. Onun hansı heyvan olduğunu deyir özün tap, amma o heyvanın tapmaq yolunu ona öyrədir ki, bir yol tapasan, xanın şəhərinə keçəsən, ehtiyatla, tədbirlə bu sirri öyrənəsən. Elə bu saat gedirəm həmin sirri öyrənməyə. Əhməd qocadan çox razı qaldı. Evdən çıxıb getmək istəyəndə həyətdə bir qoca arvadın ocaq qalamaq üçün çör-çöp yığdığını gördü. Bu qocanın bacısı idi. Qocanın bacısının başqa heç kimsəsi yox idi. Deməli, o qocanın bacısına da kömək edir. Biz bunu hansı dastanda da görürdük ki, qoca qarıya kömək edilməsinə yer verilmişdi. Deyin. Əhməd dedi, ay qarı nənə, bu çör-çöpü neynəyirsən? Qarı dedi ki, oğul, odunumuz qurtarıb, meşəyə gedənimiz yoxdur. Qoca qarı dedi, ümumiyyətlə qocaya kömək edilməsinə yer verilib. Belə sualı qurum. Oğul, odunumuz qurtarıb, meşəyə gedənimiz də yoxdur. Odur ki, çör-çöp yığıram. Əhməd qarıdan balta, bir çatı istədi. Qarı gətirib verdi. Əhməd gedib meşədən bir yekə şələ odun qırdı. Çatı ilə bağlayıb qocanın həyatına töküb getdi. Əhməd gedə-gedə ürəyində fikirləşirdi. Görsün nə yolla xanın sirrini öyrənsin. Elə ki, şəhərin kənarına çatdı, gördü hər 100 adamdan biri əli qılınclı gözətçilər dayanıb. Onların yanından keçmək mümkün deyil. Amma bir qədər kənarda xanın qoyun sürüsü göy çəmənlikdə otlayırdı. Qoyunlar gah bu tərəfə, gah o tərəfə keçirdi. Əhməd bunu görüb kəndə qayıtdı. Deməli, xanın qoyunlarını gör. Kəndlərindəki çobanın yanına gəlib. Bax, xanın çobanın yanına yox ha, kəndlərində. Burada iki çoban obrazına yer verir. Bir kəndlərindəki öz çobanı, bir də xanın çobanı. Əhvalatı kəndlərindəki çobana danışır. Deməli, Əhməd əhvalatı 2 nəfərə danışır. Bir qocaya danışır, bir də çobana danışırdı. Bu çoban isə öz çobanları idi. Xahiş elədi ki, qoyunun birini kəssin, dərisini bütöv çıxarıb versin ona. Deməli, öz qoyunlarını. Çoban 5 dəqiqə içində bir yekə qoçu kəsdi, dərisini çıxartdı. Əhməd dərini bir dəsmala büküb düz gəldi xanın sürüsü otlan yerə. O bir ağacın altında qoyunun dərisinin içinə girib başladı iməkləyə-iməkləyə sürüyə tərəf getməyə. Cəld özünü verdi qoyunların arasına gedib bir xeyli aralıda dəridən çıxdı.
Dərini qatlayıb üçlü yenə dəsmala. Əhməd baxıb gördü, uzaqdan sürünün çobanı göy otun üzərində uzanıb. Çoban bayatısı çalır. Deməli, burada çoban bayatı çalırdı. Yaxşımı? Bunu da yadda saxlayın ki, çobanın oxuduğu hansı janr nümunəsi idi? Bayatı. Yanında da çobanın yanında da bir dənə keçi var idi. Keçinin buynuzları, üst başı par-par parıldayırdı. Bir qədər yaxına gəlib gördü ki, keçinin buynuzlarını qızıla tutublar. Səsi eşidirsiniz, hə? Nəysə, bir qədər yaxına gəlib gördü ki, keçinin buynuzlarını qızıla tutublar. Buynuzu qızıldan zınqırovlar taxıblar. Üstünə tirmədən şal salıblar. Daha nə başını ağrıdım. Keçini elə bəzəyiblər ki, adam baxanda mətəl qalır. Əhməd başladı keçiyə baxmağa. Çoban onu görüb dedi: "Ay bala, nə çox baxırsan?" Əhməd deyir: "Ay çoban qardaş, mən belə keçi görməmişəm, ona görə baxıram." Çoban burdan şübhələnir. Deyir: "Sən bu şəhərin adamı deyilsən. Bu keçini görməyən adam yoxdur axı." Əhməd görür ki, çoban onu tanısa işlər alınmaz. Odur ki, deyir: "Mən heç yerdən gəlməmişəm, elə bu şəhərdə oluram. Amma mənim nənəm məni bu vaxta kimi evdən heç yerə buraxmayıb. Odur ki, həmin keçini də görməmişəm. Yəni Əhmədin burada yalanına yer verilib. Bala, onda bil və acı ol ki, bu bizim xanın keçisidir. O uşaqlıqdan keçini çox xoşlayır. Həmin keçini xanın əmri ilə belə bəzəyiblər." Əhməd bu xəbəri eşidəndə sevindiyindən bilmədi nə eləsin. Tez qayıtdı geri. Biraz çobandan aralanandan sonra qoyun dərisini dəsmaldan açıb girdi içinə. Özünü vurdu qoyunların arasına, sürünə-sürünə keçi gəlib öz kəndlərinə gördü adamlar qalıblar əlləri qoyunlarında, bilmirlər nə eləsinlər. Həmin gün xanın suallarına cavab verməsələr kəndlər əldən gedəcək. Deməli 3 günün möhlədin axırıncı günü artıq gəlib çatmışdı. Əhməd irəli yeriyib deyir: "Camaat, mənə bir hündür dəvə lazımdır, bir də keçi verin. Gedəcəyim xanın şəhərinə, onun suallarına cavab verib kəndimizi xatadan qurtaracağam." Əhmədin sözünə hamı gülüşdü. İnanmadılar. Bu balaca boy, balaca, yaşca balaca olan biri kəndi necə qurtara bilər? Bala, yəqin sənin ölümün yetib, bəs qorxmursan xanın qəzəbinə gələsən. Əhməd deyir: "Mən xandan qorxmuram." Adamlar dedi: "Bu xan sən görən kimi deyəcək ki, yəqin məni ələ salıblar. Bu kəndə bir adam tapmadılar ki, mənim yanıma uşaq-muşaq göndərirlər." Əhməd deyir: "İstədiyim heyvanları verin. Dalısı ilə işiniz yoxdur." Camaat gördü başqa əlac yoxdur. Bir hündür boylu dəvə tapıb Əhmədi mindirdilər üstünə. Bir keçinin də boğazına kəndir bağlayıb ucunu verdilər Əhmədə. Əhməd almaları da götürüb başladı xanın şəhərinə tərəf yol getməyə. Xanın adamları Əhmədi apardılar saraya. Xan Əhmədi görən kimi qəzəbləndi. İstədi onu zindana salsın. Bax, görən kimi heç nə demədən zindana saldırmaq istəyir. Amma keçini görüb fikirləşdi ki, sualların birini tapıb. Deməli, xan sualın birinin tapılmasını Əhmədin cavabından yox, ilk öz fərziyyəsindən eşidir ki, o artıq sualın birini tapıb. O da keçini. Görək o biriləri necə cavab verəcək? Odur ki, dedi: "Bala, mən demişdim ki, yanıma göndərdiyiniz adam məndən boyca hündür olmalıdır. Bəs sən uşaqsan, boyun məndən balacadır. Həm də demişdim ki, onunla danışanda aşağıdan yuxarı baxmalıyam. Bəs bunu niyə əməl eləmədi?" Əhməd deyir: "Xan sağ olsun, məcbur görmürsünüz ki, mən dəvənin üstünə sizdən çox hündürəm. Özü də aşağıdan yuxarıya mənə baxıb danışırsınız. Elə siz deyəndir də." Xan dedi: "Axı sən dəvədən düşsən mənim dizimdən də aşağı dayanarsan." Əhməd də deyir ki, "Mən dəvədən niyə düşüm ki, mən ağılsızam düşəm." Xan gördü uşaq hazır cavabdır, odur dedi: "Bala, de almaların sirrini də görək." Əhməd deyir: "Xan sağ olsun, sizin şərtinizdə olan kimi mənim də şərtim var. Əmr eləyin, camaat yığsınlar şəhər meydanı. Orada almaların sirrini açıb deyirəm." Yəni deməli burada Əhməd xana inanmırdı. Qorxur ki, o verdiyi sözdən dönər. Ona görə deyir ki, mən camaat içərisində açacağam. Xan nə qədər elədi burada deyə oğlan razı olmadı. Və buradakı Əhməd də o bir Əhməd kimi inadkar obrazı idi. Sən ki belə tərslik eləyirsən, almaların sirrini düz deyə bilməsən, boynunu deyir vuracaq. Əhməd deyir: "Mən razıyam." Bəli, xan əmr verdi. Şəhər meydanına taxt quruldu. Camaat hamısı oraya yığışdı. Xan bir dəstə adam meydana getdi. Əhməd irəli yeriyib dedi: "Xan sağ olsun, mən sualların cavabını düz tapsam, bizim kəndimizə toxunmamalısan. Bir də zindana saldığın qocalarımızı azad eləməlisən. Tapa bilməsəm nə istəyirsən elə." Xan söz verdi ki, şərtlərə razıdır. Əhməd bir qap su istədi. Deməli bir qap su istədi. Həmin suda almaları atır. Almanın biri üstdə, biri ortada, biri də lap dibdə durur. Deməli o almaların üçüncüsü suya saldı. Almaların biri çöktü. Çöktüsə deməli bu ağır almadır. Ağırdısa təzə almadır. Suyun dibinə. İkinci qaldı suyun üzündə. Deməli bu suyu çəkilib deyə yüngül almadır. Yüngüldürsə 3 illik almalıdır. Ortada qalanda 2 illik alma idi.
Birinci bu ilki təzə alma olduğu üçün canı şirəlidir, ağırdır. Daha sonra ikinci alma keçən ilinki, üçüncü alma isə 3 il bundan əvvəlin almasıdır. Xanın adamları gördülər. Əhməd düz dedi. Odur ki, qaldılar mətəl. Xan fikrini dəyişmək istədi. Bax, burada xanın fikrini dəyişmək istədi. Sözündən dönməsinə yer verilib. Amma gördü, axı burada cəmaət var, hörmətdən düşəcək. Əlacı kəsildi. Qocaları zindandan azad elədi. Kəndə toxunmayacağına da söz verdi. Əhməd qocaları da götürüb kəndlərinə qayıtdı. Kənd cəmaatı bu şad xəbəri eşidib Əhmədin qabağına çıxdı, afərin dedilər. Balaca Əhməd öz ağlı bacarığı tədbiri ilə kəndi xilas elədi. Göydən 3 alma düşdü və burada nağılın bitməsinə də yer verilibdi. Biri nağıl söyləyənin, biri məsləhət verən qocanın, biri də Əhmədin. Göydən 3 alma düşdü uşaqlar. Biri dərsi izah edənin, biri mənim, biri də kimin olsun? Dərsə qulaq asanın olsun, sizin olsun. Əsərin təhlili epik növdədir, nağıl janrındadır, təhkiyə əsasdır, vay süjet xətti var, ideyası ağıl yaşda deyil, başdadır, atalar sözü ilə səsləşir, xana deyə bilərik hiyləgər, məqsədinə çatmaq üçün hər yola baş vurur, yalan danışır, günahsız qocaları həbs etdirir. Əhməd ağıllı, tədbir yardımsevərdir. Qocanın arvadına yox, bacısına kömək edir. Bunu yadda saxlayaq. Daha sonra almaların hər bütün sirri ondan öyrənir, amma qoyun məsələsini, keçi məsələsini özü tapır, öyrənir. Üç başlıca obraz var idi. Əhməd idi, qoca idi və padşah idi. Padşah mənfi sürət idi. Kənddəki bütün qocalar aparılmamışdı. Şikəst və kör olan qoca burada qalmışdı. Yaşı da yüzü ötmüşdü. Xan vəzirinin yox, baş məsləhətçisinin təşrifi ilə kəndin qocalarının saraya gətizdirir. Xanın sualını qocaları azad etmək yolunu kənddə baş məsləhətçisi yox, xanın çaparı gətirir. Əhməd qocanın məsləhəti ilə yox, öz ağlı ilə şəhərə girmək üçün qoyun dərisindən istifadə edir. Xanın ən sevimli heyvanın keçi olduğunu Əhməd elə xanın çobanından öyrənir. Burada xanın çobanına da yalan danışır. Əsər haqqında bu qədər. Sağ olun, salamat qalın.